2017 Qarabağ yoxsa 2025 Qarabağ? İbrahim Şehiç yoxsa Mateusz Kochalski? İbrahim Şehiç. Şehiçin yan toplarda problemləri çoxdur, ona görə Kochalski. Kochalski bəlkə də gələcək üçün ola bilər, ancaq İbrahim Şehiç. Mateusz Kochalski deyirəm. Mateusz Kochalski. Mateusz Kochalski. Rəşad Sadıqov yoxsa Bəhlul Mustafazadə? Rəşad Sadıqov. Formalarının pik nöqtəsini müqayisə ediriksə Rəşad Sadıqov. Bəhlul Mustafazadə. Bəhlul Mustafazadə. Rəşad Sadıqov. Rəşad Sadıqov mənə görə Azərbaycan futbolunun müstəqilliyi əldə etdiyimiz dövrdən bu günə qədər ən yaxşı futbolçusu olub. Hazırda baş məşqçidir. Ona görə də seçimim məhz Rəşad Sadıqovdan yanadır. Yakub Jezničak yoxsa Kevin Medina? Kevin Medina. Medina. Yakub Jezničak. Yezniçak məncə. Kevin Medina. Yakub təbii. Maksim Medvedev yoxsa Mateus Silva? Maksim Medvedev. Maksim Medvedev. Maksim Medvedev. Mateusz Silva. Maksim Medvedev. Mateusz Silva. Ansi Agoli yoxsa Elvin Cəfərquliyev? Elvin Cəfərquliyev. Elvin Cəfərquliyev deyək. Düşünürəm, çətindir, ancaq mən Ansi Agolini seçirəm. Ansagoli deyəcəm. Ansagoli çox böyük oyuncu olub liqamızda, amma Elvin Cəfərquliyev. Ansiagoli əfsanədir. Ansiagoli. Elvin bağışlasın, amma Elvin müəyyən bir yaş dövrünə gəldikdən sonra əminəm ki, daha öndə olacaq. Qara Qarayev yoxsa Pedro Bicalho? Qara Qarayev deyərdim. Pedro Bicalho mənə görə öz bölgəsində çıxış eləyən, yəni ki, 6 nömrədə dayaqda oynayan bizim ölkəmizə gəlmiş ən yaxşı futbolçulardan biridir, ona görə də Bicalho. Qara Qarayev. Qara Qarayev deyirəm. Çünki hələ Pedro Bicalho təzədir. Gələcəkdə bəlkə fikrim dəyişər. Qara Qarayev. Qara. Michel yoxsa Yankovic? Təbii ki, Marko Yankovic. Yankovic. Hər ikisi çox fayda verib, ancaq düşünürəm ki, hazırki Yankovic daha güclüdür. Marko Yankovic. Marko Yankovic sözsüz. Yanko bir nömrədir. Yanko. Richard Almeida yoxsa Kadi? Çətindir, amma mən Kadi üstünlük verərdim. Kadi Borges. Düşünürəm ki, Almeida daha çox iş görüb Qarabağda. Kadi Borges. Kaci Borges bir mənalı. Almeida. Pedro Enrique yoxsa Leandro Andrade? Leandro Andrade. Andrade. Leandro Andrade. Leandro Andrade məncə. Leandro Andrade. Leandro. Mahir Emreli yoxsa Abdullah Zubil? Abdullah Zubir. Abdullah Zubir olacaq. Abdullah Zubir. Şərhsiz Abdullah Zubir. Mahir məncə dövrümüzün ən yaxşı futbolçularındandır ölkəmizdə, amma Abdullah Zubir başqa səviyyədədir. Necə seçim eləyəsənə bax burada. Mahiri istəyirəmi deyim. Bəlkə çox razı olmayacaq, amma Mahir Emreli. Dino yoxsa Nərman Axundzadə? Dino Endlovu. Dino Endelov. Nərman özü də yəqin Enlovunu seçərdi. Dino. Zino Endlovu. Dino Endelova.